Demək, Türk Akademiyası ilə bu Sosial Tədqiqatlar Mərkəzinin birgə əməkdaşlığı olan elm və təhsil məsələsi mövzusu bugün çox aktualdır və onu da qeyd etmək istəyərdim ki, Şahin müəllim Türk Akademiyasına prezident təyin edildikdən sonra burada xeyli fəallaşma var və çox ciddi layihələr üzərində iş gedir. Hətta bir layihəyə də mən dəvət olunmuşdum və bütövlükdə bu əməkdaşlığa mən uğurlar arzulayıram və onu qeyd etmək istəyərdim ki, ümumiyyətlə bugünkü təhsilimiz, elmimizin bünövrəsi, kökü çox qədimlərə gedir. Ancaq Cumhuriyyət dövrünün özünü götürəndə nəzərə almalıyıq ki, bir 50 nəfərə qədər Türkiyədən müəllim olaraq Azərbaycan təhsilinə güc, qüdrət vermək üçün dəvət olunmuşdu və eyni zamanda 50 20-ci əsrin əvvəllərində. Cumhuriyyət dövründə 18-20-ci illərdə 50 nəfərə qədər, o cümlədən bizim də Azərbaycandan ayrı-ayrı ziyalılar, müəllimlər Orta Asiyada deməli paralel olaraq fəaliyyət göstərmişdi. Mən onlardan birinin adını xüsusi vurğulamaq istəyərdim. Əslən Şuşalı olan Mirzə Cəlal Yusifzadə 11-12-ci ildə Azərbaycanda Həqiqət Əfkar qəzetini nəşr etmişdi və onu Orta Asiyadan dəvət ediblər Buxaraya. Birinci növbədə Buxaray Şərif qəzetini, əslində bu qəzet həm də Tacik mətbuatının ilk nümunəsidir və Mirzə Cəlal Yusifzadəni biz Tacik mətbuatının banisi, zərdabisi də hesab edə bilərik. Ancaq maraqlı bir tərəfdə odur ki, yalnız o Tacik mətbuatı ilə yox, ümumiyyətlə Orta Asiyada deməli Türkmən, Özbəklərlə bağlı da sıx əlaqələri olub və Turan qəzetini nəşr etdirib. Turan qəzeti Orta Asiyada yaşayan bütün Türkləri birləşdirən qəzet olub və xeyli sayda çap olunub. Mən arzulayardım ki, Türk Akademiyamız bizim Orta Asiyada bir Azərbaycanlı ziyalının nəşr etdiyi Turan qəzetini, bütövlükdə həm tədqiqini, həm yeni nəşrini təşkil etsin. Hesab edirəm ki, bu günləri Türk Dövlətləri Təşkilatının elə niyyəti də əslində o Turan bayrağı, Turan çətiri altında, Turan ideyaları altında birləşməkdir. Və arzulayardım ki, sizin növbəti əməkdaşlıqda Turan qəzetinin nəşrinin təqdimatını elə məhz burada Sosial Tədqiqatlar Mərkəzində keçirək. Diqqətinizə görə sağ olun.